Əmircanda gəzərkən diqqətli olun, baxın, divarda belə bir yazılar var. Bir neçə məhəllələrdə var ki, belə bir yazılar var. Mənim çox marağıma səbəb oldu. Ona görə bu ilə bağlı mən xüsusi çəkiliş eləmək istəyirəm. Artıq 3 yerdə mən görmüşəm, bax, belə bir yazılar. O ilə bağlı qısa çəkiliş edəcəm, görək bunlar kimdir, hansı insanlardılar. Diqqətiniz bizdə olsun. Demək olar ki, Hacı Heybətqulu kişi, mənim babamın dayısı, 115 il yaşayıb və bu ömrü heç də boş yerə yaşamayıb. Yəni ki, bu adam demək olar ki, Əmircanın tarixində çox böyük işlər görür. Hacı Heybətqulu kişi həm bulğ ustası idi, Rus, ərəb, fars dillərini əzbər bilirdi. Həm də tərcüməçi qismində, iş yerində, tərcüməçi qismində fəaliyyət göstərirdi. Bu adam bütün Əmircan kəndinin tarixini yazıb. Yəni ki, əlyazmalar fondunda bunun 2 nüsxədən ibarət əlyazmaları var. Onları həm müəyyən şifr altında alıb oxumaq mümkündür ki, nə vaxt Əmircanda hansı dəyişikliklər olub, bütün dəqiqlikləri necən yazıb, hətta kim nə vaxt olub, hansı hadisələr baş verib, İnqilab nə vaxt olub, olma xəstəliyi nə vaxt olub, hər bir şey dəqiqliyi ilə yazılır. Böyük şəxsiyyətlər, Aleksandr Dumas, Mendeleyev, çox böyük şəxsiyyətlər həmişə bura gəlirdi. Niyə görə gəlirdi? Əvvəla onu deyim ki, neft səltənəti 19-cu əsrin axırlarında ki, baş qaldırdı. Bura axın hər tərəfdən, nəinki Azərbaycan rayonlarından, həm də başqa ölkələrdən də bura gələnlər var idi və maraqlanırdılar. Həmçinin də atəşgahın alovu o qədər yüksəyə püskürürdü ki, onun işığına da gəlirdilər. Ora gələnlər mütləq gəlib Hacı Heybətqulu kişiyə baş verirdi. Ona görə ki, onun çox böyük 600 minə yaxın kitabı var idi, kitabxanası var idi. Savadlı bir şəxsiyyət idi. Teatr sevirdi, dini sevirdi, ancaq cəhalətə qarşı o amansız idi. Adət-ənənələri həmişə yüksək pillədə görürdü. Baxın, diqqət edin, kluba gedən yolda, klubu tanıyırsınızlar, gedən yolda, bax, belə bir yazı var burada. Bu mülkün sahibi tacir Məşədi Əli Hüseyn Atakişioğludur. Bu mülkün sahibi. Maraqlıdır bu mülk. Mən elə bilirdim ki, bura mülk deyil, sadəcə tikilidir. Sən demə, bura mülk imiş. Onunla maraqlanana görə o kimdir bu Əli Hüseyn Atakişioğlu? Maraqlıdır. Bu mülkün sahibi Məşədi Əli Hüseyn kişidir. Yəni ki, xalq arasında həmən bu yerə Məşədsən dalanı deyirlər, qısaldılmış formada. Yəni bu adam ticarətçi olub, bunun burada baqqal dükanı olub, cəmaata xidmət edib, həm də burada yaşayıb, onun burada təndirxanası, hər bir şəraiti olub. Həmən tarixi şəxsiyyətlər silsiləsindən Məşədi Əli Hüseyn kişi də xalqa vaxtı ikən böyük xidmət göstərir. Ona görə bunu biz qeyd eləmişik ki, insanların xəbəri olsun bu şəxsiyyətlərdə. Deməli, bu köhnə 1 May küçəsidir. İndi Şəmsə Sədullayev adına qoyublar bu küçənin adını. Həmən bu qapıda balaca bir qapı var idi. Burada Əbdülhüseyn məşhur tarixçi, hansı ki Moskvada yaşayırdı. Mən hətta 68-ci ildə atamla onun evində doğulmuşam. Bir neçə il bundan qabaq vəfat elədi. Bu adam bütün dünyanı gezib, tarixçi idi. 1 May küçəsinə düşən yoldayıq, tanıyırsınız buranı, baxın. Açıqlıq, 1 May küçəsinə düşən yolda, baxın, burada da belə bir yazı var. Həmid Axundlu, Azərbaycan yazıçısı, 1948-ci ilə qədər bax burada yaşamışdı. Çox maraqlıdır ki, Həmid Axundlu kimdir? O ilə bağlı mən Fərhad Muradovdan soruşacağım, görək kimdir. Getdik. Həmid Axundlu Azərbaycan Yazıçılar Birliyinin üzvü idi və 48-ci ilə qədər bu evdə yaşayıb. Ona görə burada tablo vurulub. Əzimbala, təyyarəçi Əzimbalanın qaynatası edir və
Əzimbala gedin küçəsi də Həmid Axundlunun adınadır. Orada onun büstünü qoymaq istəyirlər. Hələ ki, nail ola bilməyiblər. Və orada çox gözəl yaşıllıq salınıb ki, bu insanın yaradıcılığını və kim olduğunu qeyd eləmək istəyiblər. Malik Ramazanzadə küçəsindəyəm mən, məscidin, Qoşamlardə məscidin yanıdır. Baxın, burada elə Malik Ramazanzadə yazılı, belə bir mərmərdən yazı var. Küçəsi də var, yazılıb orada. Maraqlıdır, bu insan haqqında da məlumat elə Fərhad Muradovdan eşidək. Əməlcanın alimləri sırasında Malik Ramazanzadə də xüsusi yerə malikdir. Malik müəllim mənim deməli, tələbəlik illərimdə fizikadan müəllimim olub. Çox gözəl onun nitqi, dərs demək qabiliyyəti yüksək səviyyədə idi. Məsələn, 2 dənə mən müəllimi nümunə göstərirəm. Bir Əlburzi idi fəlsəfədən və bir də ki, Malik müəllim idi. Patoka elə bir dərs deyirdi ki, hələ bir insanın beyninə mıxlayırlar sözləri. Və həkk olunur ya ki, yaddan çıxmır da. Hamı, bütün tələbələr böyük həvəslə həmişə onun deməli, auditoriyasında iştirak edirdilər. Sonra belə oldu ki, mənimdən xahiş elədilər, onun optikaya aid olan deməli, kitabı çıxmışdı. Onun bütün şəkillərini mən çəkdim, verdim. Sonra imtahan verən vaxtı bizim müəllim var idi Qazaxdan. Malik müəllim, sizin kitablarınızın şəklin babu yoldaş çəkib. Mən artıq qiymət almışdım deyir. Daha bilmədi ki, mən onun kəndlisiyəm, Əmircanlıyam, özdə dostu Yunusun oğluyam, bilmədi. Deyir, gəlginəm, sən bizdə işləyərsən institutdan sonra.